2 və daha artıq klaviş olan qülçətirlərin qoşulma qaydasının sizlə tanış etmək istəyirəm. Deməli, korobkadan 0 birbaşa gedir işıqlara, lampalara. Sxemdə 2 lampa var, yəni bunun sayı daha çox ola bilər. 3, 5 və s. Faza isə gördüyümüz kimi gəlir birbaşa qülçətirə. Qülçətirdən paylanaraq lampalara gedir. Nümunə üçün göstərim. Belə bir qülçətirdir. 3 dənəli. Burada 2 dənə şurup yeri var. Bu divara bərkidilmək üçündür. Arxasında isə əsas diqqət yetiririk nəyə? Burada fikir versək, L yazılıb. Bu fazadır. Fazanı mütləq bura taxmaq lazımdır. L1, L2, L3 bunlar artıq müxtəlif xəttlərə, müxtəlif lampalara gedən işıqlardır. Fazanı bura taxandan sonra mütləq bunları möhkəm sıxırıq, birləşdiririk. Və eyni qayda ilə işıqlara gedən xəttləri də o qaydada bura taxırıq və çəkirik. Belə. Bunu həyata keçirərkən mütləq avtomatın söndürüldüyünə əmin olmaq lazımdır və eyni zamanda indikatorla yoxlamaq lazımdır ki, həqiqətən gərginlik yoxdur. Sonra bu formada qoşuruq deməli. Sağdan ikinci fazadır. 1, 2, 3. Bunlar isə ayrı-ayrı lüstrdakı ayrı-ayrı xəttlərə gedən işıqlardır. Bunu sonradan yerinə taxıb şurupları bərkidirik.